Koç, hadisələrin inkişaf şəkli ilə barışın, özünüzü məhdudlaşdırmayın, qətiyyətli olun, planlarınız barədə danışmaqdan çəkinməyin. Gözləmədiyiniz halda nə isə əldə edə bilərsiniz. Yeni tanışlıqlar faydalıdır. Buğa, fəal olun, həyatınıza yeni mərhələ başlayır. Mövcud çətinliklərdən birinin çözümü ilə bağlı qeyri-adi variant seçməli olacaqsınız. Tərəfdaş və ya dostlarla görüş sizi narahat edən problemin həllində irəliləyişə təkan verəcək. Əkizlər, köklü dəyişikliklər zamanıdır. Münasibətlərdə emosional aktivləşmə istisna deyil. Standart iş qrafikində yeniliklərə ehtiyac var. Qısa müddətli proses gələcəkdə maraqlarınıza cavab verəcək geniş miqyaslı planın ilk mərhələsi ola bilər. Xərçəng, bilik və bacarıqlarınızı nümayiş etdirməyə çalışanda vəziyyəti nəzərə alın. Yaşanacaq hadisələr əhvalınıza yön verəcək. Peşəkar öhdəliklərinizi unutmayın. Qəfil addımlar effekt versə də ümumi fəaliyyət planınız olmalıdır. Şir, passivlik yol verilməzdir. Daha ciddi uğurlara nail olmaq istəyirsinizsə, qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə irəliləyin. Çalışdığınız sahədə peşəkar olmalısınız. Problemləri vaxtında həll etmək üçün yeni üsullardan yararlanın. Qız, dostlarla görüş, anlaşma və sazişlər üçün yaxşı zamandır. Ən xırda detallarına bələd olmadan yeni müqavilə ilə bağlı yekun qərarınızı açıqlamayın. Rəqabət güclənəcək. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi, fəaliyyət yönünüzü yenisi ilə əvəzləyə bilərsiniz. Kiçik islahatlardan çəkinməyin. Ciddi dəyişikliklər üçün yaxşı zəmin formalaşır. Nəzərdə tutduğunuz proqramı reallaşdırmaqdan qorxmayın. Əqrəb, bugün konkret addım atmaq niyyətiniz varsa, məqsədinizin gerçəkləşdirilməsini təxirə salmayın. Dəqiq fəaliyyət planınız mövcud deyilsə, şərtləri dəyərləndirin. Detallar sizə doğru yol seçməyə kömək edəcək. Oxatan, emosiyaların təsiri ilə hərəkət etməyin. Planların kəskin dəyişməsi yaxşı heç nə vəd etmir. Kimdənsə və ya nədənsə asılıqdan qurtulun. Yanlış qərarlar verməyin. Atacağınız addımların fərqinə varın. Oğlaq, mühüm işə başlamayın, ciddi layihələr barədə düşünməyin. Mövcud işləri bitirin, aldığınız təklifləri dəyərləndirin. Tələsik addımlar atmayın, üzərinizə çətin öhdəliklər götürməyin, vədlər verməyin. Dolça, fiziki işləri unutmayın, iradəli, qətiyyətli və aktiv olun. Seçdiyiniz istiqamətə sadiq qalın, çalışdığınız insanı aldatmayın. Yeni layihə hazırlayırsınızsa, şərtləri əvvəlcədən razılaşdırın. Balıqlar, günün ilk yarısında enerjiniz yüksək olacaq. Vəziyyət sizə meydan oxusa da, maneələri dəf etməyə gücünüz var. Vaxt itirməyin, islahatlara və dəyişikliklərə başlayın. Mühüm anlaşma, müzakirə və ya sövdələşmələri təxirə salmayın.